Dostlar, hər kəsə salam olsun. Bugün sizlərlə belə deyim, qanunların konspekti mövzumuza davam edirik və yenə də konstitusiyadayıq biz. Konstitusiya dediyim kimi təqribi 10 hissədən ibarət ola bilər. Siz də baxarsınız imtahana hazırlaşanlar, belə deyim, vaxtı az qalanlar buna baxıb biliklərini təkrar eləyə bilərlər. Və onu da qeyd edim ki, kanalımda dövlət qulluğu qanunvericiliyi fənni ilə bağlı digər videolarım da var. Ona da keçid edib baxa bilərsiniz. Gəlin baxaq vətəndaşlıq hüququna. Burada qırmızı markerimi götürün. Burada qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşıdır kimlər? Azərbaycan dövlətinə mənsub olan və onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni şəkildə Azərbaycan Respublikasının ərazisində və yaxud Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs də Azərbaycan Respublikasının vətəndaşıdır və üçüncü, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Bax, Azərbaycan Respublikasının vətəndaşı kimlərdir dedikdə bunları götürürük. Vətəndaşlıq hüququnun təminatına baxaq. Burada qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı vətəndaşlığından məhrum edilə bilməz. İtirilmə halları istisna olmaqla, yəni vətəndaşlıqdan özü imtina etdikdə və sair, yəni başqa ölkənin, yəni özü imtina etdikdə dedimdə, başqa ölkənin vətəndaşlığını götürdükdə və s. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda ölkədən qovula və yaxud xarici dövlətə verilə bilməz. Ölkədən kənarda yaşayan vətəndaşların hüquqi müdafiəsinə təminatı Azərbaycan Respublikası verir və onlara hamilik edir. İndi keçirik digər hissəyə. Qeyd olunur ki, vətəndaşların siyasi həyatda maneəsiz iştirak etmə hüququ var. Baxın, yəni biz səs vermədə iştirak edirik, yəni belə deyim, partiyalar yarada bilərik və s. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək hər bir vətəndaşın, baxın, hüququdur. Borcu deyil, hüququdur. Bunu yadınızda saxlayın ki, imtahanda tez-tez bunlardan düşür. Daha sonra keçirik digər hissəmizə. Dövlətin idarə olunmasında iştirak etmə hüququ, vətəndaşların dövlət idarə olunmasında iştirak etmə hüququ var. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirir. Məsələn, biz deputatımızı seçirik, prezidentimizi seçirik və bunlar da belə deyək, bizim nümayəndələrimizdir. Vətəndaşlar dövlət orqanlarında qulluq etmə imkanlarına malikdirlər. Vəzifəli şəxslər vətəndaşların sırasından təyin olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən edilmiş qaydada bu dövlət qulluğuna qəbul oluna bilərlər. Bunu da yadımızda saxlayırıq. Daha sonra seçki hüququna baxırıq. Burada qeyd olunur ki, vətəndaşların seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var. Baxın, yenə də bu hüquqlar vətəndaşa aiddir. Yəni əcnəbiyə, vətəndaşlığı olmayan şəxsə aid deyil. Hansı şəxslərin, belə deyim, burada iştirak etmə hüququ yoxdur, yəni. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin, belə deyim, bu seçkilərdə iştirak etmə hüququ olmur. Seçilmə hüququ məhdudlaşdırıla bilər. Kimlər? Hərbiçilərdir, hakimlərdir, dövlət məmurlarıdır, din xadimləridir, azadlıqdan məhrum edilmiş şəxslərdir. Yəni bunlar seçki hüququ məhdudlaşa bilər. Müraciət etmə hüququna baxaq. Vətəndaşların dövlət orqanlarına şəxsən və yaxud da ki, yazılı müraciət etmə hüququ var. Fərdi də ola bilər, kollektiv də ola bilər. Amma yadımızda saxlayırıq ki, hərbi qulluqçular yalnız fərdi qaydada müraciət edə bilərlər, yəni kollektiv yox. Hər bir müraciətə müəyyən edilmiş müddətdə yazılı cavab verilməlidir. Düzdür, biz vətəndaşların müraciət haqqında qanunda orada şifahidə cavab verilə bilər deyir, amma konstitusiyada yazılı deyil. Amma əgər bunlar arasında ziddiyyət yarananda, əlbəttə ki, konstitusiya üstün olacaq, yəni normativ hüquqi aktların qüvvəsinə görə. Vətəndaşların dövlət orqanlarını, vəzifəli şəxsləri və sair tənqid etmə hüququ vardır. Burada qeyd olunur ki, tənqidə görə təqib qadağandır. Təhqir və böhtan isə tənqid sayıla bilməz. Keçək digərinə, birləşmə hüququna baxaq. Qeyd olunur ki, hər kəsin başqaları ilə birləşmə hüququ var. Hər kəs birliyi, siyasi partiya, həmkarlar ittifaqı yaratmaq hüququna malikdir. Birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansısa birliyə daxil olmağa məcbur edilə bilməz. Qadağan olunmuş birliklər varmı? Bəli, var. Bunlar hansılardır? Gəlin qırmızı ilə xəttləyək. Hakimiyyəti zorla devirmək məqsədi güdən birliklər, cinayət məqsədli birliklər. Yəni bunların da fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilir.
Keçirik azad sahibkarlıq hüququna. Burada qeyd olunur ki, hər kəs öz imkan və əmlakından istifadə edərək azad sahibkarlıqla məşğul ola bilər. Dövlət isə burada nələri qoruyur? Dövlət maraqlarının, insan həyatı və sağlamlığının müdafiəsi. Baxın, elə bilin ki, bir dənə sizin zavodunuz var, qızıl istehsal edirsiniz, amma çaylara çirkli, belə deyim, maddələr axıdırsınız. Bu axı insanların sağlamlığına ziyandır. Ona görə dövlət burada işə qarışır ki, olmaz, yəni qanun çərçivəsində. Bax belə. Hüquq və azadlıqların təminatına baxırıq. Burada qeyd olunur ki, hər kəsin hüquqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. İnzibati qayda nədir? Məsələn, siz hansısa nazirliyə müraciət edirsiniz, müraciətinizə baxmır. Siz bunu nazirliyin tabe olduğu yuxarı orqana, belə deyək, icra hakimiyyətidirsə ona şikayət edirsiniz. Məsələn, prezident administrasiyasına. İşlərə qərəzsiz və ağla batan müddətdə baxılmalıdır. Hər kəsin dinlənilmək hüququ var. Vəzifəli şəxslərin hərəkətindən və hərəkətsizliyindən şikayət edilə bilər. Hüquqi yardım almağa baxaq. Burada qeyd olunur ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ qanunla nəzərdə tutulmuş hallarda bu yardım, belə deyim, dövlət tərəfindən olunur və ödənişsizdir. Və vəkil köməyindən istifadə etmə hüququnuz var. Baxın, burada da qeyd olunur tutulduğu andan. Yəni bunun qısa tutulduğu andan biz qeyd eləmişik. Yəni burada tək tutulduğu yox, yəni belə deyim də, ittiham olunduğu andan və sair. Yəni bu kimi anlardan artıq vəkil köməyindən istifadə etmə hüququ var. Bir də buna baxaq təqsirsizlik prezumpsiyasına. Qeyd olunur ki, burada sübut olunana qədər günahsızsınız, yəni bu sübut olunmalıdır. Şəxs təqsirsiz sayılır. Əgər təqsiri sübuta yetirilməyibsə, məhkəmənin qanuni hökmü yoxdursa və əsaslı şübhə varsa, bu da o demək deyir ki, şəxs təqsirli bilinməz. Yəni kimsə sizdən şübhələnirsə, o demək deyil ki, siz günahkarsınız. Şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyil, qanunsuz əldə edilmiş sübutlar keçərsiz olur, məhkəmə hökmü olmadan kimsə cinayətkar sayıla bilmir. Məncə bu günlük bura qədər bəsdir. Çox uzun videonu tutmaq istəmirəm ki, sizi də yormayım. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.